Sumkamızı götürək. Hoppa, getdik. Necəyik? Yaxşıyıq, yaxşıyıq. Daha nə olsun? Yəni çox gecə oldu. Nömrə götürə bilmədim, internetsiz qalmışam. İndi o təzə durduğum yerə, otelə deyək, pansiyon tərzı yerdir təbii ki. Oraya getməliyəm. Yaxınındayım, bir hardasa bir 8-7 dəqiqəlik məsafədəyəm, amma internetim yoxdur, tam olaraq bilmirəm. Ya McDonald's tərzı ya da bir yer tapmalıyam, Wi-Fi olan yer. Ya xəritədən baxmalıyam. Soruşuram, çox adam da bilmir. Yəni adlarını. Yönləndirirlər, fərqli yerlərə yönləndirirlər. Havanın istiliyindən də ki, çox da yeri meydə olmur. Həm bu ağır sımpalarla, həmçinin ki, boşu-boşuna özümüzü yormuş olur. İndi gəldik, dostlarla görüşdüm, gəldim marketə. Marketdən getdik, qanəsə su aldım. Çitayların imiş, amma çox qəşəngdir. Dad olaraq, pis deyil. Biz dostumun aldığı portakallı vapşı qəşəngiydi. Başqa bir şey satdım. Neyse, indi biz hazırlaşırıq dənizə getməyə. Cümeyra tərəfə gedəcəyik. Görə ödənişsiz bir dəniz tapatmışsınız, mükəmməl olar. Özümüzdən hər ehtimal qarşı qaçma götürdük. Oradan da ki çıxıb Burj Khalifa'ya getməyə fikirləşdik. Neyse, gedək. Bizim planlarımız dəyişdi. Dənizə gedəcəkdik. Nə oldu? Nə oldu? Biz dənizə gedəcəkdik. Amma Old City'yə gedəsi oldu. Yavaş-yavaş mindik tekniğe. Adama 2 dirhemden. Ne oldu? Wi-Fi'ye getirmişsin. Yaklaşık oldu. Yani etrafı göstereyim ben size. Welcome Dubai. Orada çarpıda çekecek Ali. Lütfen. Kapitanımız burada. Ortalıqda da çəkəblər, qəşəng görüntü yaranır, hə? Sən qabaqda da çəkər, qəşəng görüntü yaranır. Bence de. Gedək oralara da. Thank you. Thank you very much. Getdi, işlər ücrətdir valla. Christopher Columbus mükafat qazandı, elə oradan. Xaliqə qəşəngdir. Mən də. O, bu kimsəbəşlər verirlər axı şeyini. Hə, ona işləyir. Ayşe. Görüm təşkil verdim mən. Restoranlar, ay biləriksən məşlənsən. Ben seçmişim. Bir orada restoran var. Var var. Ama bir tane bu ortalığı seçmişim. Burada. Al size 100 bin. Romantizm. Nasıl o değil? Aa, romantik çiftlersin diyeceğim. Ümit ederim bir defa Kazım'la gidiyoruz. Akşamlar daha geçen olur aşağı. Akşamlar tabii ki. Adamlar bildiğin ışıklandırma sistemine yüz veribler. Kartlar. O kart buraya gelecek. Yaxşı Fuat kartı götürüb sana. Yine ha, qaydaq. Bu sefer qaydaq bu yaxın yerlərə. Çünki o Banyan Square var idi. Metro sizin yanınızdakı. Ona minək, oradan gedək birbaşa. Şəhər yavaş-yavaş işıqlanır. Axşamda öz yeri var. Fantastik. Fantastik.
Al şöyle size. Biraz serinlik geliyor, sonra sözümüze gelirik. Burada beləncə katerlər var. Bu katerlər hardasa 2 dirhəm aparırlar. Digərləri var ki, daha kiçik olanlardır. Biraz da deyərəm təhlükəli olanlardır ki, məsələ bu qarşıda gələn kimi. Bunlar 1 dirhəm aparırlar. Biz deməli buradan qarşıya keçəcəyik. Orada Banyan Square metrosuna minəcəyik. Oradan da ki Burj Khalifaya, yəni Dubai Mall-a gedəcəyik. Girişlər də buradandır. Metro kartı da keçir, belə bilet də alıb keçə bilərsiniz. Bu metrdə verin. Eyni saatdə olsun. Bu orta basın. Ha. Fuat çatdırmırsan. Afrika gəldik. Burj Khalifa, Dubai Mall. Metro daxili. Biz burayı boşaldaq. Burj Khalifa. Hal-hazırda gəldim Dubai Mall-a və Burj Khalifa mənzərəsi olan yerə. Hardasa 26.635 addım atmışam. Düzdür, çox yorucu keçdi, yoruldum. Amma dəyər, həqiqətən çox dəyər.